UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək möhtəşəm Qarabağ-Ajax qarşılaşmasının biletləri bugün saat 15:00-dan satışa çıxarılsa da, prosesin ilk dəqiqələrindən narazılıqlar səngiməyib. Belə ki, biletlərin satışını həyata keçirən iTicket.az platformasında azərkeşlər ən çox tələb olunan 10, 15 və 25 manatlıq ucuz biletləri ümumiyyətlə görə bilməyiblər. Həm sayt, həm də mobil tətbiq vasitəsilə daxil olan istifadəçilərə yalnız 400 və 1000 manatlıq VIP, VVIP sektorlar təqdim olunub. Bununla bağlı sosial şəbəkələrdə qısa müddətdə böyük müzakirələr başlayıb. Azərkeşlərin bir qismi sistemdə texniki nasazlıq olduğunu düşünür, digərləri isə ucuz biletlərin süni şəkildə gizlədildiyini iddia edir. Xəritada bəzi sektorların ya seçilmədiyi, ya da tamamilə görünmədiyi bildirilir. Rəsmi qiymətlər isə belədir. Standart sektorlar 10, 15, 25, 35, 40, 50, 75 AZN. VIP sektorlar 200, 250, 300, 400 AZN, VVIP sektorlar 1000 AZN. Hadisə futbol ictimaiyyətində ciddi narazılığa səbəb olub. Azərkeşlər bildirirlər ki, bu cür satış prosesi böyük oyuna marağı azaltmaqla yanaşı, ictimai etiraza da yol açır. Qeyd edək ki, 10 dekabr tarixində baş tutacaq oyun Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və maç 21:45-də start götürəcək. Qarabağ üçün Çempionlar Liqasındakı ən önəmli qarşılaşmalardan biri olacaq bu görüşə, maraq isə çox yüksəkdir. Sizcə, ucuz biletlərin görünməməsi texniki problemdir, yoxsa bilərəkdən edilən bir addımdır? Ən son idman xəbərləri, operativ məlumatlar və gündəmin ən vacib yenilikləri üçün kanala abunə olun.